2 nömrəli məktəbin tam yaxınlığında sizlərə 2 mərtəbə daxlı tam mülkiyyət təqdim edəcəm. Torpağın da çıxarışı var, evin də çıxarışı var. İpotekaya da yararlıdır. 3 mərtəbədir, dəyərli dostlarımız, padval sahəsinə avtomobil də daxil etmək mümkündür. Əlavə otaq da yarada bilərsiniz. Evin üzü qabançıq daşlarla örtülüb, pultla idarə olunan jalüz qapıdır, kaletka qapı, ana sahədə tamet daşlarla örtülüb. Qiymətdə endirim olunub, dəyərli dostlarımız, real müştərilərə endirim nəzərdə tutulub. Qazı, suyu, işığı, kanalizasiyası hamısı mərkəzidir. Təqdim etdiyim darvaza qarajın darvazasıdır. Buradan qaraja daxil olmaq mümkündür. Əlavə olaraq, dəyərli dostlarımız, burada əlavə otaqlar da yarada bilərsiniz. Kalon rigellərin vasitəsilə monolit betonlar tökülüb. Hər mərtəbə monolit betondur. 1 ilə 2-nin arası, 2 ilə 3-ün arası da monolit betondan inşa olunub. Səhifəmizdə nömrəmiz var. Evin qiyməti ilə bağlı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Videonun alt sahəsində qiymət yazılacaq, dəyərli dostlarımız. 3 mərtəbə tipli 4 otaq, 200 kvadratlıq sizlərə tam mülk təqdim edirəm. 1 sot yarım torpaq sahəsinin üzərində inşa olunub. Kermogranit olan sahələr istipolla üzlənilir, dəyərli dostlarımız. 2-ci mərtəbəyə qalxan beton pilləkənlər üzəri qranit daşlarla əl tutacaqlarına kimi vurulub. Solda yerləşir evin qonaq otağı, böyük kvadrata malik evin qonaq otağı var. Pəncərəsi öz həyətyanı sahəsinə baxır, şəbəkə pəncərədir. Burada yerləşir evin mətbəx sahəsi, gizli işıqlarına kimi işlənilib, hazır bir vəziyyətdədir. Köç yaşadır, alqı-satqı et, bugün köç yaşa. Sanitar qovşaqdır və qarşısında əlyuma üçün yer, paltaryan maşın üçün yer nəzərdə tutulub. Geniş bir dəhliz sahəsi var. İstipolun kollektoru pilləkənin altında nəzərdə tutulub. Qalxaq 2-ci mərtəbə ilə sizləri tanış edək, dəyərli dostlarımız. Qazı, suyu, işığı, kanalizasiyası hamısı mərkəzidir. 2 nömrəli məktəb və bütün yaşayış obyektlərinə yaxın bir ərazidə yerləşir. Masazır qəsəbəsindədir. 2-ci mərtəbənin dəhlizindəyik. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Pilləkənlərdən qalxanda sağda yerləşir evin 2-ci mərtəbənin sanitar qovşaq sahəsi. Sanitar qovşaq və xudmani bir dəhliz vasitəsi istipolla təchiz olunub. Burada yerləşir evin yataq otaqlarından biri. Ümumilikdə 2 mərtəbə 4 otaqdan ibarətdir. Torpağında evində çıxarışı var. Hər büdcəyə uyğun da satışda evlərimiz mövcuddur. 2-ci mərtəbənin 2-ci və 3-cü otağı ilə da sizləri tanış edirik. Buradan da bu otaqdan da eyvana keçid etmək mümkündür. Səhifədəki nömrə ilə əlaqə saxlayın, dəyərli dostlarımız. Bu yataq otağının da özünə məxsus sanitar qovşağı mövcuddur. Yataq otağının TV xəttinə kimi qoşulub. Qiymət videonun altında yazılacaq. 2 mərtəbə 4 otaqlı 2 nömrəli məktəbin tam yaxınlığında. Sağ olun, sağlıqla qalın.